Kia Forte 2019 yağ azalma problemi var. İndi sökək onun sizə səbəbi göstərirəm. Qaldı. Deməli, mən hər gün video paylaşıram. Yağ azalmasını da səbəbini göstərirəm. Səsli işləməyinin də səbəbini göstərirəm. Liboy maşının, biz təmir etdiyimiz maşınların səbəblərini göstərirəm. Səbəbsiz yerə bu maşınlar xarab olmur, sıradan çıxmır. Heç bir maşın filan proyektdə motoru dağılmır. Sadəcə olaraq ki, vaxtında qulluq olunmasa o problemlər yaranır. Baxın, yağ koysasını görürsünüz nə gündədir. Altdakı bax, setka ki var koysada. Həmən o setka tutulub. Oradan yağı siyirib, gilizdə Porsche yanmasın deyə yağlanan yağları siyirib sistemə qaytarmalıdır. Amma tutuq olduğuna görə həmən o hissədə o yağlar yanır. Bax, görürsünüz, naqar bağlayıb. Bu həmən o yanan yağların naqarıdır. Onun üçün də yağ etkisi olur. Və maşında 3 dənə şaton, kladış salamatdır, bir dənəsi vurub. İndi bunun səbəbi nədir, deyim sizə. Motorun içi çirklidir, yağ kanalları da yəni bildiyiniz kimi çox balacadır. Xırda bir palçıq, yağın belə deyək, naqarı gedib o kanalı tutanda nəticədə problem olur. Bax, bu motor bir həftə 10 gündə artıq sürüsəydi, stuk olacaq. Nəticədə 2 qat artıq rasxod müştəriyə ziyan olacaq. Görsən, bax, təzə maşındır, heç sürülmür, probegi də azdır. Amma ki, gəl, düzgün yağlardan istifadə olunmayıb, vaxtında bu işlər görülməyib deyə bugünkü gündə bu xərci çəkir. Sadə mühərriklərdə düzdür, 150 mindən sonra səsli işləyir, amma yaxşı qulluq olunsa yağ azalma olmur. Yağ azalma olanda da mütləq düzəlməlidir.